Kanadanın Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasına qoşulması ilə qrup Avropa İttifaqı Plus formatına keçib. Ötən illərdə digər qonşu dövlətlərlə olan təcrübə onu deməyə əsas verir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq. Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilin yekunlarına dair mətbuat konferansında Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib. Mərkəzi İdarə Heyətinin üzvü Gülşən Paşayeva isə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirlərinin aktuallığına toxunub. Paşinyan cavab olaraq qeyd etdi ki, biz hazırıq delimitasiya olmuş istiqamətlərdə o deməli qoşunları və yaxud da o müşahidəçilər çıxartmaq. O nə deməkdir? Delimitasiya məsələsi təcrübəyə baxsaq. Bizim iki dənə məsəl üçün qonşu ilə bağlı olan delimitasiya, Rusiya ilə 20 il ərzində biz bu delimitasiyanı aparmışıq. Gürcüstanla hələ də 30% tamamlanıb və bu deməkdir ki, faktiki olaraq orada Avropa İttifaqının missiyası yaxın 5-10 ildə qalacaq. Əgər Ermənistan bu mövqeyi davam etdirsə, 25-ci ildə imzalanması çox çətin görünür. Bugün eləcə də cəmiyyətlər arasında da etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi müəyyən aktuallıq kəsb etdir. Əgər sülh istiqamətində 2025-ci ildə müəyyən müsbət tərəqqi əldə edilərsə, biz götürülürsə məhz danışıqlar prosesində və bayaq qeyd etdiyim Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlər arası münasibətin yaradılması haqqındakı saziş istiqamətində, onda inanmaq olar ki, məhz belə institutlarında, yəni vətəndaş cəmiyyət institutlarının da fəaliyyəti daha da artırıla bilər.